Əlsəməm, siz bax gənclərə hansı kitabları oxumağı tövsiyə edərdiniz? Hansı ki, onu mütləq oxumalıdır? Ümumiyyətlə, bax, insan hansı kitabları oxumalıdırlar həyatdaykən? İnsanın ağıldır da. İnsanın birinci xəzinəsi qazancı azadlıqdır. İkinci isə özünə məxsus var dövləti, ölməyən var dövləti, əbəssiz ağıldır, zəkadır. Hansı kitab sənə zəka verir sənə, hansı kitabdan öyrənirsən, həyatı öyrənirsən, hansı kitablarda həqiqət əks olunub, həqiqət, amansız, acı həqiqətlər əlan olunub. Nə qida verir beynə, nə qida verir ağla, onu oxumaq lazımdır. Əlbəttə, bir dənə burada şübhəli mən üçün qalan Allahdır. Var ya yoxdur. Bunu mən müəyyən eləyə bilmirəm. Bir tərəfdən baxırsan, görürsən ki, hər yan dəhşətli ədalətsizlikdir. Onda əgər Allah varsa, bütün dünya zülmdür. Koreyadan tutmuş, Şimali Koreyadan, Türkmenistandan, Azərbaycandan, o boyda Rusiyadan, o boyda İrandan, o boyda nə bilim Ərəb ölkələrindən, hər yanda diktaturadan. Yəni ki, ideal dövlət yoxdur. Ən ideal dövlət dünyada olub Perikl dövründə. Perikl öləndə deyib ki, bilirsinizmi mənim nədir xidmətim? Ətrafda dayanıblar, bunun pərəstişkarları. Deyirlər, nədir sənə Perikl? Deyir, mənim dövrümdə bir adama ölüm hökmü oxunmadı. Bir dənə adam, hətta cinayətkarlara da ölüm verilmədi. İndi bu Azərbaycan xalqı. Azərbaycan xalqı heç birindən pis deyil.